Günəşin nağılı. Bir dəfə günəş bərk yorulmuşdu. Daha yataqdan qalxmaq istəmirdi. Dünyaya qaranlıq çökmüşdü. Yerin sakinləri, adamlar, heyvanlar, quşlar bir yerə yığılıb məsləhətləşdilər. Çox götür-qoydan sonra günəşin yanına elçi göndərməli oldular. Dedilər ki, qoy gedib günəşə yalvarsın. Bəlkə onun sözünə baxıb yataqdan qalxdı. Günəşin evi sıx meşənin, uca dağın, axırıncı dənizin arxasında idi. Ora yalnız quşlar gedib çıxa bilirdi. Yerin sakinləri günəşin yanına getmək üçün tovuz quşunu seçdilər. Dedilər ki, o çox gözəldir. Günəş onun sözündən çıxmaz. Tovuz quşu yola düşdü. Meşəni keçdi. Dağdan aşdı. Dənizdən üzüb keçərək günəşin pəncərəsinə qondu. Onu oyatmağa başladı. Günəş gözünü açmadan dedi: "Kimsən? Nə istəyirsən?" "Mən tovuz quşuyam. Səni oyatmağa gəlmişəm. Tez çıx, işlər çətinə düşüb." "Kimin işidir çətinə düşən?" "Lap elə mənim. Qaranlıqda qarğadan seçilmirəm. Əlvan quyruğumu heç kəs görmür." Günəş hissləndi. "Deməli, mən sənin quyruğuna lazımam. Çıx get buradan. Bir quyruğa görə bütün dünyanı işıqlandırmaq istəmirəm." Tovuz quşu günəşin yanından əliboş qayıtdı. Sonra onun yanına bülbülü göndərdilər. Hamı düşünürdü ki, bülbülün gözəl səsi var. Günəşi birtəhər razı salar. Doğrudan da günəş bülbülün nəğməsini eşidəndə həyəcanlandı. Köks ötürüb yuxulu-yuxulu dedi: "Səsin ürəyimi yerindən oynatdı. Nə arzun varsa söylə. Sənin üçün hər şeyə hazıram. Xahiş edirəm, dünyanı işıqlandır. Qoy gecə qurtarsın." Günəş maraqla soruşdu: "Məgər sən gecələr mahnı oxuya bilmirsən?" "Əksinə, mən gecə oxuyuram. Bir-iki gündə səhər açılmasa, səsim tutulacaq." Günəş onun sözündən pərt oldu. "Deməli, mən ancaq ona görə yerimdən qalxmalıyam ki, sən dincələsən, boğazın ağrımasın. Bəs öz istirahətim necə olsun? Çıx get buradan." Bülbül də kör peşiman geri qayıtdı. Bu dəfə tutuquşunu günəşin yanına göndərdilər. O günəşin dənizin o tayındakı evinə çatar çatmaz qışqırmağa başladı. "Bəsdir, tənbəllik etdin. Oyanmaq vaxtıdır. Çünki mən qaranlıqda yamsıladığım adamların necə hissləndiyini görə bilmirəm." Günəş cavab vermədi. Qorxdu ki, tutuquşu onun özünü də yamsılayar. Tutuquşu da günəşin yanından əliboş qayıtdı. Bu dəfə xoruz xahiş etdi ki, günəşi oyatmağa onu göndərsinlər. Yer sakinləri arasında heç kəs ona inanmadı. Dedilər ki, xoruz gözəl deyil, səsi kobuddur. Amma ondan başqa getmək istəyən yox idi. Ona görə də əlacsız qalıb razılaşdılar. Xoruz uça-uça dənizin arxasındakı evə gəldi. Günəş şirin yuxuda idi.
Xoruz ona yaxınlaşıb dərindən nəfəs aldı. Öz nəğməsini oxumağa başladı. Günəş səksənib ayıldı. Az qala yıxılacaqdı. Yorğanı üstündən düşdü. Bütün dünya işıqlandı. Günəş gözlərini ovuşdura-ovuşdura qışqırdı. Sən kimsən? Mənim evimdə nə gəzirsən? Oyan, ay tənbəl, öz vəzifəni bilmirsən? Günəş gərnəşdi. Nə vəzifə? Axı sənin vəzifən işıq saçmaq, yeri isindirməkdir. Sənsiz yer üzündə həyat olmaz. Hər yana zülmət çökər. Onda öz həyatın da mənasız keçər. Günəşin gözləri doldu. Mən onsuz da ömrüm boyu əbəs işləmişəm. Heç kəs qədrimi bilməyib, mənə qiymət verməyib. Tovuz quşu ancaq quyruğuna xidmət edib. Bülbül öz nəğmələrinə qulaq asıb. Tutuquşu da ağılsızın biridir. Xoruz onunla razılaşmayıb dedi. Ey tənbəl günəş, sən adamları unutmusan. Axı onlar sənsiz yaşaya bilməz. Günəş təəccübləndi. Adamlar nəyimə gərəkdir? Güya onlar olmasa, işığım, hərarətim azalacaq. Əlbəttə, adamlar olmasa, sənin rəngin solar. Axı səhər-səhər sənin şüaların, şehli otların, sümbüllərin, çəmənlərin üstünə düşüb bərk vurur. Onlar da çoxalır. Bəs torpağı əkib becərən, yaşıllaşdıran kimlərdir? Günəş dedi. Əlbəttə adamlar. De görək, su götürmək üçün yerdəki quyuları kim qazıb? Adamlar. Sən məşhur bir məsəli unutmusan. Qulaq as. Gör məsəldə nə deyilir? Ayın əksi göllərə düşür. Onda ulduzlar sayrışır. Hər quyuda günəşin şəkli görünür. Günəş onun sözləri ilə razılaşdı. Xoruz dedi, qadınlar bulaq başında toplaşanda sən onların güzəsində əks olunursan. Yaxşı deyiblər, göydə bir günəş var. Yaxşı ev sahibinin isə güzəsi bir günəşdir. Günəş onunla razılaşdı. Nə deyim? Bəlkə də sən haqlısan. Amma yerimdən qalxmağa həvəsim gəlmir. Onda rəngin solacaq. Lap kotan kimi solub gedəcəksən. Yadındadır, kəndlinin kotanı da işsiz qaldığından tamam pas atmışdı. Elədir, elədir. Sən haqlısan. İndi gördün, adamlar olmasa dünyaya zülmət çökər. Sən isə insan əli ilə düzəldilən hər şeydə bərk vuran günəşi görə bilməzsən. Günəş fikrə getdi. Ay xoruz, nəğmələrin çox şirindir. Ancaq başa düş ki, mən özüm üçün yaşamaq, dincəlmək istəyirəm. Ay tənbəl günəş, yalnız özü üçün yaşayan hər bir kəs başqaları üçün ölmüş kimidir. Yalnız yaxşı işləyənlər yaxşı da dincəlir. Günəş yataqdan qalxdı, var qüvvəsi ilə yeri işıqlandırdı. O vaxtdan bəri xoruz hər səhər gün doğmamış yataqdan qalxıb öz nəğməsini oxuyur. O əvvəlcə üzünü günəşə tutub deyir. Oyan, işə başlamaq vaxtıdır. Sonra torpağa deyir. Oyan, öz şirənlə toxumlara və köklərə qüvvət ver. Xoruz 3-cü mahnısını adamlar üçün oxuyur. Yerinizdən qalxın, oyanın, gün çıxıb, torpaq sizi gözləyir. Oyanın, oyanın.